Qərbi Azərbaycan mövzusu beynəlxalq hüquq çərçivəsində dəyərləndirilir və Ermənistan tərəfinin bunu ərazi iddiası kimi qəbul olunmasına heç bir əsas yoxdur. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Qərbi Azərbaycan televiziyasının əməkdaşının sualını cavablandırarkən belə dedi. Təşəkkür edirəm cənab nazir şərait yaratdığınız üçün. Qərbi Azərbaycandan zorla deportasiya olunmuş Azərbaycanlıların geri qayıdış hüququnun beynəlxalq müstəvidə tanıdılması üçün hansı tədbirlər görülür? Sualınıza cavab olaraq mən onu qeyd edə bilərəm ki, bizim soydaşlarımız, Qərbi Azərbaycanlılar ötən əsrdə bir neçə dalğa, belə demək olarsa, ərzində yüz minlərlə insan öz dədə-baba torpaqlarından didərgin salınmışdılar və ən sonuncu bu 80-ci illərin sonu, 90-cı illərin əvvəli bu məhz 1-ci Qarabağ müharibəsi ərəfəsində və ondan paralel olan bir müddətdir. Nazir Qərbi Azərbaycan icmasının bu istiqamətdə son illər ərzində apardığı fəaliyyətə də toxundu. Qərbi Azərbaycan icmasının bir icma halında son illər ərzində bu istiqamətdə çox zəngin mədəni, maddi və qeyri-maddi həmin ərazilərdə irsə malik olmasını sübut etməsi, onların dağıdılması, mənimsənilməsi, yaddan çıxarılması hallarının qarşısına alınması üçün apardıqları fəaliyyət təbii ki, təqdirə layiqdir. Ceyhun Bayramov Qərbi Azərbaycan icmasının fəaliyyətini insanların fundamental hüquqları çərçivəsində baş verən bir fəaliyyət adlandırdı. Onun fikrincə, burada hər hansı spekulyasiyaya yol verilməməlidir. Biz görürük ki, bu fəaliyyət həm Azərbaycanda həyata keçirilir, həm beynəlxalq platformalarda həyata keçirilir. Bu həm beynəlxalq təşkilatlar kontekstində, həm o cümlədən müxtəlif paytaxtlarda çoxsaylı akademik görüşlər keçirilir, məlumatlar verilir, faktlar toplanılır və bu insanların hüququdur. Və mən hesab edirəm ki, burada hər hansı bir spekulyasiyalar, bunu çalışıb fərqli bir istiqamətdə, negativ bir istiqamətə yönəltməyin əsası yoxdur. Bu yalnız insan hüquqları kontekstində baxılmalıdır və burada hər hansı Azərbaycan dövlətinin buradan irəli gələrək hər hansı bir Ermənistana ərazi iddiaları və s. bir çox hallarda bu formada məhz təqdim olunur və təqdim olunmağa çalışılır. Yəni bunun heç bir əsası yoxdur. Mən hesab edirəm ki, bu insanların yəni tam hüquqlarıdır. Burada çox böyük icmadan gedir söhbət və hesab edirik ki, yəni beynəlxalq müstəvidə məlumatlandırma baxımından son bir neçə il ərzində çox ciddi bir dəyişikliklər baş verib. Yəni biz də bunu hiss edirik. Qeyd edək ki, ilin yekunlarına həsr olunmuş tədbirdə Xarici İşlər Naziri Ceyhun Bayramov 2025-ci ildə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri milli maraqların təmin olunması məqsədi ilə həyata keçirilmiş diplomatik fəaliyyət və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verdi. Lamiyə Rövşən qızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.